Salam aleykum, hardayam, hökməli, qov yolunayam. Bir dənə sizə təzə yaşıl market tərəfdə bir dənə sizə villa, mini villa, yoxsa villa, mini villa çəkməyə gəlmişəm. Həm də bunu vurğulayıram ki, hamının, bütün qadınların 8 mart bayramını təbrik edirəm. Mənim səhifə, ən çox da mənim səhifəmdə olan qadınlar. Bir evin axıra qədər tanış olaq, qiyməti enib, nə qədər enib, deyəcəm nə qədər enib. Ev gözəl evdir, navesinə bax, manqanisi, hər şey xırdaçılığına qədər fikirləşirik bu evdə. Bir dənə çöldən obyekti də var, onu da göstərim sizə, gözəllik salonunda. Bu evin qabağına qədər ağlaydan işlənilib. Orada bir dənə gözəllik salonundur. Qabağı qəşəng naves düzəldilib. Hara getdin? Gəl bura. Burada çöldə də, burada da əqolusu var. O da təmirlidir. Bir də axıra qədər tanış olaq həyətdə. Buradan gəldik. Burada bir dənə manqalnisidir. Əl üz yumaq üçün yeri. Ev gözəldir. Yay mətbəxti kimi də bura fikirləşilir. Su filtrinə qədər var. Wi-Fi, modemi, yəni hər şey var. Buradan gəldik. Bir dənə burada qalxaq evdən tanış olaq. Sonra mətbəxtdən də aşağıda tanış olacağıq. Bir dənə evin içindən hələ iki tanış olaq. Bura padvalıdır. Padval da çox böyükdür. Yəni rahatlıqla keçmir. Yəqin ki, işığı var buranın. Mən tapa bilməyəcəm qaranlıqda. Yəni padvalına baş dəymir. Rahatlıqdan girib nə əşyaz varsa qoya bilərsiniz. Qalxaq evdən bir dənə tanış olaq. Saxla nə? Buradan da gəldik. Görürsünüz necə daş. Hardasa 11-12 daş kürsüdədir. Ev çox möhkəm tikilib. Yəni ara kəsmələrə qədər, yəni baxın, ara kəsmələrə qədər qoşa daşdır. Burada bir dənə böyük zalı var. Buradan gəldik. Bir dənə də burada çox böyük, həqiqətən çox böyük. Evin kvadratı yəni çox böyükdür. Burada da bir dənə zal boyda demək olar ki, yataq otağıdır. Yəni yeri laminatdır. Görürsünüz, təmiri göz qabağındadır. Pəncərələrin qabağı boşdur. Buradan da gəldik. Bir dənə də burada otaqlar stadiondur elə bir. Burada da bir dənə böyük yataq otağıdır. Görürsünüz ölçüləri. Evə girən kimi adamın ürəyi açılır. Yəni həqiqətən o dəyəri, o pulu bu evin üstünə qoyublar. Təzə tikili deyil, neçə illərin tikilisidir. Buradan da gəldik. Bir dənə də burada bu otaq da böyükdür. Yəni palaza otağı yoxdur da buranın. Kvadrat olaraq həqiqətən çox gözəl kvadratdadır. İndi elə bunun bir dənə mətbəxti var. O da elə otaqlar kimidir. Bir dənə də onunla da tanış olaq. Yəni qiymət haqqında da məlumat verəcəm indi sizə. Qiymətini də deyəcəm. Bir dənə mətbəxtdə elə qiyməti. Buradan da gəldik. Burada bir dənə hamam sanuzelidir. Onlar da aksesuarları tam qaydasındadır. Burada da bir dənə çox böyük mətbəxtidir. Evin qiyməti haqqında məlumatı verirəm. Evin qiyməti 113.000 manatdır. Real gəl, evin yəsindən özün danışarsan. Yəni bu boyda evə görə, yəni navesinə deyir elə 50.000 pul qoymuşam. Yəni məsləhət sizindir, gəlin, yararlanın. Yəni bu boyda kvadratlı evə görə çox ideal variantdır.